ərazisinə çevrilir. Xüsusən bundan ən çox istifadə edən ölkə Niderlanddır. Və bildiyimiz kimi bu cür su ərazilərinin qurudulub quru ərazinə çevrilməsi polderlər adlanır. Yəni polderlər buranın əsas düzənliklərindən hesab edilirlər. Avropanın orta hissəsində digər relyef vahidlərindən biri Alp dağlarıdır. Bildiyimiz kimi Alp dağları cavan dağdır və burada Avrasiya ilə Afrikanın toqquşma sərhədində yerləşən Kaynazo eynasında Alp qırışında yaranan dağlardandır və ən hündür zirvəsi Mont Blanc, həmçinin Motterhorn pikləri buranın ən hündür hissələri hesab edilir. Deməli, digər bir cavan dağ isə biz burada Karpat dağlarını nümunə göstərə bilərik. Bu dağlarda toqquşma nəticəsində yaranmış qırışıq dağlara aiddir və ən hündür zirvəsi Gerlanski ştitdir. Deməli, biz Avropanın cənub hissəsinə baxsaq, Avropanın cənubu yenə də əsasən geosinxronal zonadır. Burada Piriney yarımadasında Piriney dağları, Əndəlüs dağları, Apennin dağları, Balkan yarımadasında Balkan dağları buranın əsas deməli cavan dağlarına aiddir. Deməli, biz Cənubi Avropada yerləşən düzənliklərə isə təbii ki, burada demək İtaliya ərazisində yerləşən Padan ovalığını nümunə göstərə bilərik ki, geosinxronal zonada yerləşən buranın əsas düzənliklərindəndir. Apennin və Alp dağları arasında yerləşən geosinxronal ərazi hesab edilir. Həmçinin belə deyək, Balkan yarımadasında bildiyimiz kimi yumşaq suxurlar geniş yayıldığı üçün ona görə burada karst prosesləri özünü çox göstərir və ona görə də burada deməli mağaralar formalaşır. Bunlardan ən böyük mağara Postoyn, Sloveniya ərazisində Postoyn mağarasını biz nümunə kimi göstərə bilərik. Avropanın şərq hissəsinə keçsək, Şərqi Avropanın ən böyük relyef vahidlərindən biri Şərqi Avropa düzənliyidir. Şərqi Avropa düzənliyi burada əsas yüksəkliklərdən ibarətdir. Orta Rusiya, Valday, Volqaboyu və s. kimi yüksəkliklərdən ibarətdir və buranın əsas düzənliklərindən hesab olunur. Həmçinin Avropanın deməli şərq hissəsində biz burada Xəzəryanı ovalığı nümunə göstərə bilərik. Bu da buranın əsas düzənliklərindəndir və dağlarından isə Krım dağlarını və Qafqaz dağlarını biz bu ərazilərdə cavan dağlardır. Alp-Himalay qurşaqlığına aid olan cavan dağlardır və Qafqaz dağlarında bildiyimiz kimi ən hündür zirvəsi Elbrus, Krım dağlarında isə Romankoş zirvələri buranın əsas deməli relyef vahidləridir. Biz Asiyanın relyefindən danışsaq, ilk öncə Şimali Asiyaya keçid edək. Deməli, Şimali Asiyanın ən böyük relyef vahidlərinə Qərbi Sibir platforması üzərində yerləşən Qərbi Sibir düzənliyi, Sibir platforması üzərində yerləşən Orta Sibir yaylasıdır.